Kimsə düşünürsə, Peyğəmbəri, imamı, Allahın xəlifəsini qəbul etmədən Allahı qəbul edib, bu yanlış bir düşüncədir. Xüsusilə o insanlar ki, düşünürlər Peyğəmbəri, imamı, imamları inkar etməklə, onlar tövhid əhlidirlər. Şeytan Allah qəbul eləyirdi ya yox? Quran ayələrinə əsasən şeytan Allahı qəbul eləyirdi. Şeytan ahireti qəbul eləyirdi ya yox? Quran ayələrinə əsasən dedim, mənə ahirətə qədər, qiyamətə qədər mühlət verkin. Şeytan ibadət etmişdi ya yox? İbadət də etmişdi. Bəs niyə şeytan oldu? İbadət də eləyirdi, ahireti də qəbul eləyirdi, Allahı da qəbul eləyirdi. Nəyi qəbul etmədi şeytan oldu? Allahın xəlifəsini. O xəlifəyə səcdə etmədi, oldu şeytan. Mələklərə dedi səcdə eləyin. Hamı səcdə etdi, iblisdən başqa. Deməli, tövhid əhli olmaq üçün, mələk sifətli olmaq üçün gərək Allahın xəlifəsini qəbul edəsən.